Bugün televiziyalarımız banal, səthi və mental normlardan uzaq məzmun istehsal etdiyi tez-tez səsləndirilir. Əxlaq dərsi keçən, amma özü standart yaratmayan efirlər cəmiyyətin ciddi hissəsini narahat edir. Bəs bu hala necə və niyə düşmüşük? Məsələyə keçmişdən baxmaq lazımdır. Müstəqilliyin ilk illərində media daha sərbəst və nisbətən daha balanslı məzmun təqdim edə bilirdi. Zamanla tətbiq olunan məhdudlaşdırıcı senzura mexanizmləri sistemin ilkin təməllərini zəiflətdi. Yaradıcılıq sahəsi daraldıqca risk alma mədəniyyəti də azaldı. 2000-ci illərin əvvəllərindən etibarən region mediasının, xüsusilə Türkiyə televiziya modelinin təsiri artdı. Ailə məişət tipli, animasiyaya hesablanmış proqram formatları geniş yayıldı. Bu formatların üstünlüyü sadə idi. Aşağı istehsal xərci və yüksək emosional reytinq. Amma əsas məsələ burada başlayır. Televiziya bazar iqtisadiyyatı ilə işləməlidir. Bunun üçün real reytinq ölçümü lazımdır. Əgər obyektiv ölçüm yoxdursa, reklam qərarları nəticəyə yox, münasibətlərə əsaslanır. Sponsorluq effektivliyə görə deyil, tanışlıq və şəxsi əlaqələrə görə bölüşdürülürsə, o zaman məzmun keyfiyyəti ilə gəlir arasında əlaqə qırılır. Bu halda hansı proqram reytinq yığırsa, sponsor ora yönəlir. Ailə məişət tipli verilişlər emosional və pasiv auditoriyaya toplayır. Reklam baxımından belə auditoriya daha tez təsirlənən sayılır. Nəticədə daha savadlı və tənqidi düşünən tamaşaçı televiziyadan uzaqlaşır. Digər tərəfdən isə selektiv nəzarət problemi var. Bir serialda bir söyüşə görə yayım dayandırılır. Amma efirdə diplomu və peşəkar reputasiyası şübhəli şəxslər mütəxəssis kimi çıxış edir. Standartın özü qeyri-müəyyəndirsə, keyfiyyət gözləmək çətindir. Bütün bunlara rəqəmsal transformasiyanı da əlavə etmək lazımdır. Yeni nəsil artıq televiziyada deyil. Onlar YouTube, TikTok və digər rəqəmsal platformalardadır. Televiziya isə əsasən yaşlı və emosional auditoriyaya fokuslanır. Nəticə olaraq problem təkcə əxlaq məsələsi deyil, problem model məsələsidir. Əgər televiziyalar intellektual auditoriyanı efir qarşısında 30 lira bilmirsə, məsələni yalnız tamaşaçıda axtarmaq düzgün deyil, papaqlarını qabaqlarına qoyub düşünməlidirlər. Yarımçıq olan məzmun deyil, sistemdirmi? Televiziya keyfiyyətsiz deyil, televiziya seçdiyi auditoriyaya uyğunlaşır. Sual isə budur. Bu seçim şuurludur, yoxsa məcburi?